Məndən olsa çəkib təqdim eləyəcəyim mənzili artıq satmışdım. Deməli, Gəncə prospektində, Xəzər dairəsinin yaxınlığında hardasa bu bina sıralama ilə gedir və orada deməli bir dənə mənzil çəkib təqdim elədim. Ev sahibi sabahsı reski çıxıb getdi rayona, mənzili göstərə bilmirdim. Artıq dəyərli izləyicilər, açarlar bizdədir. Rahat şəkildə mənzilə baxa bilərik. Xətai rayonunda, Gəncə prospektində, Xəzər dairəsindən yuxarıda, hardasa baxın oralıqda bir yerdə, yaxın məsafədədir. Çox getmirik. Sizə Leningrad proyektdə qanuni 2 otaqdır. Bir dənə də artırma 3 otaq olub. Artırma bir dənə də otaq olub. Hardasa 18-20 kvadrat. 125 min manata kupcalı 80 kvadrat 2-dən 3-ə deyək də bu mənzilə. Gedək siz mənzillə tanış edin, özünüz görəcəksiniz sizdə nə var, nə yox. Yəni bu qiymətə, bu ərazidə mənzil tapmaq mümkün deyil ha. Yenə deyirəm, mənzili demək olar ki satmışdım. Nə sizə ətraflı göstərim, videonu saxlayım. Gedək sizə hamısını tam ətraflı göstərəcəm. Baxın, məhəlləsi sakit. Deməli, bu binanın tam arxasında bir dənə də məktəb yerləşir. 9-un biridir. Köhnə tikinin 1-ci mərtəbəsi, amma 1-ci mərtəbə yer belə gedir. Digər mərtəbələrin, məsələn, oradakı blokda olan mənzilin 3-cü mərtəbəsi gəlir, düşür. Baxın, belə bir mənzilimiz satılır. Deməli, Leningrad proyekti, Kladovka verilir hədiyyə. Düzdür, götürüb aparmayacaq, yəni verməyə də bilərdi oranı. Kladovka veriləcək, işıqlandırmasına qədər qaydasında, sayğaclarına qədər qaydasında 125 min manata. İndi sizə bütün məlumatları ətraflı çatdıracağım ki, bax siz də yorulmayın, biz də. Deməli, girdik içəri, belə bir dəhliz. Solda yerləşir bir yataq otağı. Təmirsizdir. Vəziyyət bu cürdəndir. İstəyirsiniz, qaşıyarsınız, üstündən laminat vurarsınız, nə eləyərsiniz? Nəmişliyi falan yoxdur. İstili sistemi mərkəzi istili sistemidir. Yəqin ki, dəyişərsiniz bu ataplerləri falan. Ola bilər ki, indi izah eləyəcəm sizə. Baxın, bu da balkonu. Buradan dənizi də görmək olur, gördünüz? Dəniz mənzərəsini tapıb çıxartdım sizin üçün. Birbaşa dənizə mənzərəsi. Deməli, video niyə çəkirəm mən? Deməli, evi çəkdik. Sabahsı müştəri yığır, ev yiyəsi deyir ki, işıq sistemi falan belədir. İşıqlar yanır evdə. İndi kim istəsə elektrikçinə falan bir dənə baxa bilər. Burada hamam sanuzel. Deməli, baxın, bu qaydadadır. Burada evin mətbəxidir. Orada da kommunallar çəkilib. Yenə deyirəm, kommunallarla bağlı falan gələr sisteminə baxarsınız. Hansı köhnəliyib dəyişərsiniz. Deməli, burada evin qonaq otağıdır. Evi çəkdik, sabahsı zəng vurduq, müştəri çıxdı, ev yiyəsi dedi ki, mən rayona getmişəm. İndi açarlar bizdədir. Kim ki zəng vurmuşdu, demişdim, alınmır evə baxmaq. Baxın, gəlin baxın evə. Burada o dediyim artırılma, binanın arxasında qeyd edeyim ki, bu lap çoxdan artırılmasıdır. Heç bir problem yoxdur. Baxın, məktəb buradadır və binanın arxasıdır bura. Yəni, burada heç bir iş görülmür. Nə burada park salınası yerdir, nə də bir şey. Baxın, belə bir artırılmadır. 125 min manata, 125 min manata. Elə baxın, buradan bu tərəfə verilirdi. Bazar qiyməti bəlkə də elədi, bəlkə də ondan da bahadır. Mənzil tapmaq olmur. 65 kvadrat, Leningrad 60-65 kvadrat gedir, dəqiq bilmirəm də belə. Sənət kupçadır. Orada, deməli, 3,5-ın 6-ya, bir 19 kvadrat, 20 kvadratda baxın, burada yerimiz var. Baxın, belə 2 dənə pəncərəsi var. İndi istəyirsiniz, dediyim kimi, pol dəyişərsiniz, nə bir şirfovka eləyərsiniz, bərkidərsiniz, üstündən laminat vurarsınız. Məsələ belədir, evin vəziyyəti bu cürdür, padmayak kimi bir şeydir də. 125 mindir, Allahın köməyinə oradan da cüzi endirimlər olacaq. Kimə maraqlıdırsa bu ev, zəng eləsin Allahın köməyinə, bu evin hardasa 3 gün, 5 gün, bir həftəlik ömrü var, satacaq gedəcək, sağ olun.